Ümid mənbəyidir namaz. Namaz ümid mənbəyidir və bunu qılanlar bilir. Hətta mən bir dəfə araşdırmışdım statistikaya baxanda, namaz qılanlardan intihar eləyənlərin sayı barmaq sayı qədər olar dünyada yox olmaz. Çünki daim o kanal aktivdir. İlahi rəhmət kanalı aktiv olduğu üçün nə qədər boşluğa düşsə də oradan təminat gəlir, qida gəlir. Yadıma düşdü, qoy bunu da qeyd edeyim. Bəzən adamlar sənə namaz qılan düdün yazmışdır. Deyir, namaz qılan bəndədir. Bəndə, yəni qul, Allaha quldur. Qılmayan şər bəndədir başa. Şərməndə, yəni üzü qara, yəni Allah yanında xəcalətli mənasındadır. Bunu götürürlər, bayraq əlirlər ki, xeyr ola biz şər bəndəyik, bir namaz qılmırsa, xeyr, heç kəsə şər bəndə demək kimi bir fikir yoxdur. Sadəcə olaraq namaz qılmayan insan qiyamətdə Allah yanında utanacaq. Çünki İmam Sadıq əleyhissalam deyir ki, hər bir günaha bir bəhanə tapıb deyə biləcəksən. Amma namaza heç bir bəhanə olmayacaq. Nə deyəcəksən ki, namaz qılmamışam? Səbəbi nə olub namaz qılmamışam? Başqa günahlar belədir ki, cavan olmuşam, nəfsim çəkib, axırda bir şey üzrxahlıq üçün nəsə deyəcəksən. Nə oldu ki, namaz qılmadın?